Salam, hörmətli tamaşaçılar, efirdə Xəbərlər informasiya proqramıdır. Xəbərlərlə sizi mən Turac İbrahimova tanış edəcəm. Sadaxlı kəndində Bənövşə çayı üzərində avtomobil körpüsünün tikintisi davam edir. Tikinti işlərinin dəyəri 1.248.998 liranı təşkil edir. Sadaxlıdan ətraflı süjetimizi nəzərinizə çatdırırıq. Marneuli Bələdiyyəsinin Sadaxlı kəndində Bənövşə çayı üzərində avtomobil körpüsünün tikintisi aktiv mərhələdədir. Hazırki layihəyə köhnə körpünün sökülməsi, yeni körpünün tikintisi daxildir. İşlər yerli əhalinin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədi daşıyır. Meriyanın infrastruktur xidmətinin nümayəndələri tikintinin gedişi ilə yerində tanış olublar. Onların fikrincə köhnə körpünün hətta əhalinin minimum nəqliyyat tələbatını belə təmin edə bilmədiyi üçün yeni körpünün istismarı xüsusilə də pis hava şəraitində kəndin nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq. Bu yollara küçə işıqlarının quraşdırılması və qeyd edim ki, Sadaxlıya və onun ətraf kəndlərinə son illər 2 milyon yarımadək lari xərcləyərək yol infrastrukturunu səliqəyə salmışıq. Yerli hökumətin məlumatına görə bələdiyyənin bütün ərazisində yolların su təchizatı və işıqlandırma sistemlərinin yaxşılaşdırılması məqsədi daşıyan oxşar tipli infrastruktur layihələri gələcəkdə də davam etdiriləcək. Yerli əhali də gedən prosesi müsbət qiymətləndirdi. Deməli, bu körpü Sadaxlı üçün ən önəmli körpülərdən biridir. Təbii ki, bu Sadaxlının bu çay iki hissəyə ayrılır. Bu orta körpüdür və ən önəmli körpülərdən biridir. Həm körpünün çayın o üzündə yaşayan əhaliyi bir-birinə birləşdirir, həm də ki, bizim qəbristanlığa gedən bir körpüdür və Dədə Baba körpüdür. Bildiyiniz kimi, keçənlərdə bu güclü yağış, sel, daşqınların nəticəsində yararsız hala düşmüşdür və bugün artıq demək olar ki, yeni bir standartlara uyğun müasir bir körpü təməli qoyulubdur və işlər çox sürətlə gözəl keçir və mən bütün əmək olan hər bir kəsə təşəkkür edirəm. Sadaxlı Gürcüstanın ən böyük kəndi, o cümlədən Marneulin bir nömrə kəndidir. Bizim kənddə deməli 57 küçə var. 57 küçə var, 28 tupik var. Onlardan demək olar ki, 10 küçə asfaltdır. Haradasa bizim 45-47 küçəmizin hələ asfaltı yoxdur. Ümumi daxil yollarımızın 67 kilometrdir Sadaxlı yollar. İndi əlbəttə hər il az-az pul ayrılır, keçən 1 kilometr 200 yol düzəltdilər. Ona görə dövlətimizə minnətdarıyıq. Sadaxlı kəndində işlər gedir, yollar bütün asfalt olub, əvvəllər belə döydü. Bütün işıqlar yox idi heç bir yerdə, işıqlar var, bağça var, təzə istifadəyə verildi. Körpü illərdir əhalinin kənddə hərəkətinə ciddi problem yaradır. Tikinti işlərinin dəyəri 1.248.998 liranı təşkil edir ki, bu da tamamilə mərkəzi büdcədə maliyyələşdirilir. Şəhər meriyasından verilən məlumata görə layihə bu ilin sonuna kimi başa çatdırılacaq. Yer kürəsi həftəsi çərçivəsində Marneulidə bir sıra tədbirlər həyata keçirildi. Tamaris və Xixan kənd məktəblərində ağaclar əkildi, təmizlik işləri aparıldı. Yer kürəsi həftəsi çərçivəsində Marneuli Bələdiyyəsində yaşıllaşdırma aksiyası keçirilib. Təşəbbüs və təşkilatçılıq Marneuli Meriyasının Gənclər Şurasına məxsusdur. Kampaniyanın məqsədi sağlam həyat tərzini təbliğ etmək və ekoloji cəhətdən təmiz, sağlam mühit yaratmaqdır. Aksiyada Gənclər Şurası ilə birlikdə Marneuli Bələdiyyəsi merinin birinci müavini Roin Dekanoidze və mer müavini Zurab Pangani iştirak ediblər. Bugün Gənclər Şurasının təşkil etdiyi tədbirdə iştirak etdik. Belə ki, Tamaris məktəbinin həyətində tinklər əkdik. Eyni zamanda Xixan kənd məktəbində də ağaclar əkdik. Hər kəsə müraciət etmək istəyirəm ki, ətraf mühiti qorumalıyıq. Məktəb şagirdləri ağacları öz əlləri ilə əkdilər və bundan sonra da qulluq edəcəklər, böyüdəcəklər.
Onlar Tamariz kənd İctimai Məktəbinin ərazisində tinklər əkiblər. Gənclər Şurası üzvləri qeyd etdilər ki, bu cür tədbirlər təkcə ekoloji maarifləndirmə deyil, həm də gənclərdə məsuliyyət hissinin formalaşmasına töhfə verir. Onlar gələcək nəslin ictimai proseslərdə fəal iştirakının ekoloji problemlərin həllinə töhfə verməsinin vacib olduğunu vurğulayırlar. Gənclərin izahına görə əkilən hər bir tink simvolik olaraq ətraf mühitin gələcəkdə ehtiyac duyacağı qayğıdan xəbər verir. Torpaq həftəsi çərçivəsində Xixani kəndində də yaşıllaşdırma aksiyası keçirilib. Yerli hökumətdən verilən məlumata əsasən analoji kampaniyalar Marneulinin digər inzibati ərazilərində də davam etdiriləcək. Mən vəzifəmi tərk edirəm, amma Gürcü arzusunun və ölkəmin əsgəri olaraq qalıram. Bu sözləri İraqli Qaribaşvili bugün keçirdiyi briefingində qeyd edib. Qaribaşvili 2023-cü ildən Gürcü Arzusu Partiyasının sədri siyasi vəzifəsini tutur. Sabiq baş nazirin və partiya sədrinin fəaliyyətini harada davam etdirəcəyi hələ məlum deyil. Hələlik partiyaya kimin rəhbərlik edəcəyi də bilinmir. Marneulili cüdoçu qız Lizi Davadze Gürcüstanın ikinci reytingli turnirinin çempionudur. İdmançı 63 kiloqram çəki dərəcəsində 4 görüş keçirərək çempion olub. Liza 3 ildir ki, idmanla fəal məşğul olur və indiyədək bir çox uğurlar qazanıb. İdmançı hazırda müxtəlif turnirlərdə iştirak etməyə fəal şəkildə hazırlaşır. Bu əlimizdə olan son məlumat idi. Hörmətli tamaşaçılar, gələn görüşlərə dək sağlıqla qalın.